Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Hal-hazırki mövzumuz 5-ci sinif texnologiya dərsliyindən 18-ci mövzudur. 18-ci mövzu nədən bəhs eləyir? Nazik təbəqə metal hissələrinin birləşdirilməsi. Bəli, metal hissələrinin birləşdirilməsi. Nazik metal lövhələrin geniş yayılan birləşdirmə üsulu nədir? Qatlama tikişi. Qatlama tikişi. Qatlama ümumiyyətcə nədir? Biz köynəyi qatlayırıq, biz kağızı qatlayırıq, daha sonra nazik təbəqə metalları qatlaya bilirik. Bu qatlama nə üçündür? Nədir? Ümumiyyətcə qatlama nədir? Baxın, bu təbəqədir. Təbəqənin kənarını, lövhədir, təbəqədir. Təbəqənin kənarını qatlanması. Kənarının qatlanması. Nədir? Qatlama tikişidir. Bəs bunu biz necə həyata keçiririk? Əvvəlcə 90 dərəcə bucaq altında, baxın. 90 dərəcə bucaq altında. Kənarlardan 6-8 mm. 6-8 mm. Baxın, söhbət bundan gedir. 6-8 mm əyirlər. 90 dərəcə bucaq altında. 90 dərəcə bucaq altında 6-8 mm əydik. Bax, bunlara diqqət eləyək. Ardıcıllıq testi kimi qarşımıza çıxa bilər. Sonra təbəqəni çeviririk. Təbəqəni çeviririk. Əyilmiş kənarlar, baxın, əyilmiş kənar söhbət bundan gedir. Əyilmiş kənarları 2-3 mm aralı qoymaqla qatlayırıq. Baxın, B şəklindən söhbət gedir. 2-3 mm, bax, burada aralı qalan hissə ki var, bax, bura. 2-3 mm aralı qoyulmuş hissədir. 2-3 mm aralı qoyub qatlayırıq. Deməli, belə. Baxın, 2-3 mm aralı qoyub qatladıq. Deməli, biz təbəqələri birləşdiririksə, hər iki təbəqənin kənarını bu formada, bax, belə qatlayırıq. Qatladıqdan sonra təbəqələrin qatlanmış kənarlarını bir-birinə keçirib qıfla salırıq. Bəli, baxın, Z şəklindən söhbət gedir. Bir-birinə belə deyək də, keçirib qıfla salırıq. Baxın, Z şəklində burada da görünür. Burada da görünür. Bəli, bir-birinə keçirib qıfla salırıq və taxta çəkicdən istifadə edirik. Taxta çəkiclə pilləli tirciyə zərbələr vurmaqla etibarlı bərkidirik. Bəli, baxın, bu bizim tircidir. Taxta çəkiclə pilləli tirciyə zərbələr vurmaqla etibarlı bərkidirik. Baxın, kənarlarına zərbələri vururuq və etibarlı bərkidirik. Birləşmə zolağında olan çıxıntı təbəqələri aralanmaq imkanı vermir. Deməli, birləşmə zolağı, bax, birləşmə zolağı haradır? Birləşmə zolağında olan çıxıntı təbəqələri aralanmaq imkanı vermir. Belə üsulla binaların dam örtüyündəki polad təbəqələri, ventilyasiya su ötürücü borularını birləşdiririk. Bax, bu üsullarla yəqin ki, görmüş olarıq hər birimiz. Polad təbəqələr, hansı ki, dam örtüyündəki polad təbəqələrdir, ventilyasiya su ötürücü borularıdır. Bax, bunları qatlama tikişi vasitəsilə birləşdirirlər. Təbəqə metaldan olan detalları birləşdirmənin digər üsulu pərçimləmədir. Ən geniş yayılanı hansı idi? Ən geniş yayılanı qatlama idi. Digər üsulu hansıdır? Pərçimləmə. Pərçim dedik ki, pərçimlər başlıqdan və mildən ibarətdir. Pərçimlər başlıqdan, mildən ibarət olan bərkidici detaldır. Bərkidici detal. Nədən hazırlanır?
yumşaq poladdan. Bax, yumşaq poladdan. Misdən, alüminiumdan, latundan. Polad, mis, alüminium, latun. Bax, buna biz harda rast gəlmişik? Məftilin hazırlanmasında. Bəli, məftil də polad, mis, alüminium, latundan hazırlanırdı. Eyni zamanda pərçimlərdə polad, yumşaq polad. Polad, mis, alüminium, latundan hazırlanır. Pərçimlər yarım cirdə, yastı, yarım cizli, baxın, yarım cizli, yuxarısı gizlidir, yarım gizli. Bir də, üzr istəyirəm, yarım gizli. C şəklində yarım gizli. Bəli, baxın, gizli budur. Yarım gizli də bu. Deyirəm, axı, bu şəkil uyğun gəlmir. Yarım gizli və gizli. Bir də sadalayaq. Yarım girdə, A şəkli yarım girdədir. B şəkli yastıdır. Yastı. Niyə buna yastı deyirik? Baxın, yarım girdənin elə bil ki, başını kəsmiş forması. Başının kəsilmiş forması. Bəli, yarım girdə, yastı, yarım gizli və gizli. Yarım gizli və gizli. Bəli, başlıqlı olur. Hansı metallardan hazırlanır? Polad, mis, alüminium, latun. Polad necə polad idi? Yumşaq polad. Yəni biz bunu döyəcləyəndə əzilə bilsin. Bu üsulla birləşdirmədə əvvəlcə pərçimlər üçün deşiklərin mərkəzi nişanlanır. Bəli. Biz birləşdirmək istəyirik hissələri bir-birinə. Düzdür? Bu zaman nə edirik? Nişanlayırıq. Harda? Birləşdirəcəyik. Deşiklərin mərkəzi nişanlandı. Sonra deşiyi açan və ya burğu ilə deşiyi açırıq. Deməli, nişanladıq. Burada deşiyi açacağıq. Düzdür? Deşiyi açmaq üçün bizə nə lazım olacaq? Ya deşik açan, ya da burğu. Göz yaddaşı qeyd edirəm. Deməli, neynədir? Birinci deşiklərin mərkəzi nişanlandı. Harda deşiyi açacağıq? Sonra ya burğu ilə, ya da deşiyi açanla neynədik? Deşiyi açdıq. Çox vaxt birləşdirilən iki pəstahı eyni vaxtda sıxacda və məncənədə sıxaraq burğulayırıq. Təsəvvür eləyək ki, bax, bu lövhə və iki lövhədir də, düzdür? Biz, belə deyək də, bax, buradan bunları birləşdirmək istəyirik. Bunların ikisini də sıxacda və məncənədə eyni zamanda burğulayırıq. Ya sıxacda, ya da məncənədə, bax, eyni vaxtda burğulayırıq. Səbəb nədir? Deşiklər üst-üstə düşsün. Deşiyin diametri pərçimin diametrindən. Baxın, deşiyin diametri, pərçim budur, düzdür? Deşiyin diametri pərçimin diametrindən 0,1-2 mm böyük olmalıdır. Deməli, bizim açdığımız deşik pərçimdən nə qədər böyük olmalıdır? 0,1-0,2 mm böyük olmalıdır. Deməli, deşik pərçimə nisbətən böyük olmalıdır. Daha sonra nə edirik? Pərçimi deşiyə salırıq. Pərçimin mili 1,3-1,6 qədər detalın üzərində çıxmalıdır. Mil hansı hissəsidir? Baxın. Bu bizim pərçimdir. Bu da onun mil hissəsidir. Mil nə qədər üzə çıxır? Baxın. 1,3-1,6 mm. Bax, bu rəqəmə fikir verək. 1,3-1,6 qədər üzə çıxır. Başlığı saxlayıcının oyuğuna, bax, saxlayıcı budur. Başlığı saxlayıcının oyuğuna yerləşdiririk.
Başlığı dedik saxlayıcının oyuğuna yerləşdiririk və dartılma boyunca birləşdirilən detalları çəkic zərbələri ilə bir-birinə yaxınlaşdırırıq. Baxın, başlığı neynədir? Oyuğa yerləşdirdiyimi? Bəli, yerləşdirdik. Bu saxlayıcıdır. Saxlayıcının oyuğuna nəyə yerləşdirdik? Pərçimin başlığını. Dartılma boyunca birləşdirilən detalları, bax bu iki detaldır. Bu da detaldır, bu da detaldır. Belə deyək, dartılma boyunca birləşdirilən detalları çəkic zərbələri ilə bir-birinə yaxınlaşdırırıq. Bəli, bunları çəkiclə zərbələr vurub bir-birinə yaxınlaşdırırıq. Sonra dairəvi çəkic zərbələri ilə, baxın, söhbət buradan gedir. Dairəvi çəkic zərbələri ilə qapayıcı başlığı pərçimləyir və sıxacın köməyi ilə ona düzgün forma veririk. Baxın, dairəvi çəkicdir. Dairəvi çəkic vasitəsilə pərçimi əzirik, belə deyək də. Zərbələr vururuq, pərçimin mil hissəsi əzilir və iki metal təbəqə bir-birinə birləşmiş olur. Və sonra dedik, sıxacın köməyi ilə ona düzgün forma verirlər. Bəli, bax, söhbət buradan gedir. D şəklindən sıxacın köməyi ilə düzgün forma veririk. Sonda hazır pərçim birləşməsi əldə edilir. Pərçim birləşməsindən harada istifadə edirik? Pərçim birləşməsindən təyyarədə, körpü salmada, gəmi qayırmada, metal məişət avadanlığının hazırlanmasında, bəli, geniş şəkildə istifadə olunur. Deməli, biz bu şəkil üzrə öyrəndik ki, bu şəkil 2-dəki nə idi? Saxlayıcı. Hansı ki, pərçimin başlığını saxlayır. Saxlayıcı. Bəli, bu da çəkicdir. Ən sonda da, belə deyək də, sıxacın köməyi ilə neyinirik? Düzgün forma veririk pərçimə. Belə, elə bilirəm ki, burada çətin bir şey olmadı, müəllimlər. Və burada da hazır pərçim alındı. İki detalı bir-birinə birləşdirdik. Gəlin bu zaman biz təhlükəsizlik qaydalarına baxaq, görək hansı təhlükəsizlik qaydaları var. Pərçimlə birləşdirməni yerinə yetirərkən çəkic başının dəstəyə oturma etibarlılığını yoxlamaq lazımdır. Bəli, bax, bu başlığı biz oduncaqda da öyrənmişdik ki, başlıq mütləq şəkildə yerinə oturmalıdır. Bu da bizim üçün təkrar məlumat oldu. Pəstah məncəndə möhkəm bağlanmalıdır. Bunu da artıq biz bilirik. İşləyən şəxsin arxasına dayanmaq olmaz. Bunu da artıq öyrənmişik. İşləyən şəxsin arxasına dayanmırıq. Belə müəllimlər, bilmirəm nə dərəcədə dəstək göstərə bildim sizə, amma çalışdım ki, ətraflı hər şeyi izah edeyim. Bax, bu pərçimi necə? Ümumiyyətlə, baxaq, pərçim hansı metallardan hazırlana bilir? Polad idi, mis idi, alüminium idi, bir də laton idi. Nədən ibarət oldu? Başlıqdan ibarət oldu, başlıqdan, bir də mildən ibarət oldu. İş prosesi necə oldu? Biz iki detalı bir-birinə birləşdirmək üçün əvvəlcə nişanlama apardıq. Nişanladıq. Lap yaxşı olardı ki, hər iki pəstahı eyni vaxtda sıxacda və ya məncənədə burğulayaraq deşik açaq. Bizim açdığımız deşiyi, bax, deşiyi açdıq. Deşik açdıq. Deşiyin diametri pərçimin diametrindən böyük olmalıdır dedik. Nə qədər? 0,1-0,2 mm böyük olmalıdır. Daha sonra neynədik? Pərçimi deşiyə saldıq. Pərçimi deşiyə saldıq. Onun mili nə qədər çıxmalıdır kənara?
1,4, 1,6. Bəli, 1,4, 1,6 qədər çıxdı kənara. Daha sonra başlığı saxlayıcının oyuğuna yerləşdirdik. Bəli, canlı şəkildə tapaq. Başlığı, baxın saxlayıcı buydu. Saxlayıcının oyuğuna yerləşdirdik. Daha sonra dartılma boyunca birləşdirilən detalları çəkic zərbələri ilə bir-birinə yaxınlaşdırırıq. Hansı ki, çəkic zərbələri vururuq ki, detallar bir-birinə yaxınlaşsın. Yaxınlaşdıqdan sonra çəkic zərbələri ilə qapayıcı başlığa, bax, söhbət bundan gedir, qapayıcı başlığa pərçimləyirik. Və yenə sıxacın köməyi ilə ona düzgün forma veririk və sonda hazır pərçim əldə edirik.